Deməli, bu odun sobası ilə qızdırılan bir dağ daxmasında mənzərə görünür, ağaclar, meşələr və bu meşəlerdəki ağaclardan ağacların yarpaqlarından sallanan damlalar var. Bu damlalar mənə belə gəlir ki, əbədi bir zarafata malikdirlər. Yəni, o baxımdan ki, məsəl üçün, biz bu halımızla, bu gözəlliklər içində olmayanda da yağışlar nəticəsində ağaclarda belə damlalar yaranacaq. Və ola bilər ki, bizə əziz olan, doğma olan insanlar və bizi əziz və doğma sayan insanlar gələcəkdə də o damlaları görəndə onların zərif əbədiliyində bizi xatırlaya bilərlər. Və o cümlədən onlar da öz növbələrində onlar üçün doğma və əziz olan insanlara bu əhvalı ötürə bilərlər ki, həmən doğmalar və əzizlər də gələcəkdə bu ağac yarpaqlarından sallanan damlaları görəndə onları xatırlasınlar. Beləliklə, silsilə şəkildə bu təbiət hadisələri ilə birlikdə, bu zərif təbiət hadisələri ilə birlikdə insanın varlığı da, sürəti də, rəsmi də beləcə xatırlana bilər və öz mövcudluğunu qoruya bilər. Və bu hadisə mənim yadıma, yəni bu mənzərə, bu yarpaqlardan sallanan bu belə işıltılı damcılar mənim yadıma Damlalar kitabındakı qazları saldı. O qazların da dimdiklərindən damlalar axırdı, bəzi məqamlarda. Və o mənzərələrlə tanış olmaq istəyən Damlalar kitabındakı bəlli hekayəni oxuya bilər. Hələlik dostlar.